Rusiyada Azərbaycana qarşı informasiya müstəvisində qarayaxma kampaniyası müşahidə edilir. Azala məxsus təyyarənin vurulmasından sonra başlanan bu cür kampaniyalar zamanla müəyyən qədər səngisə də, hazırda baş verənlər prosesin dayanmadığını, müvəqqəti gözləmədən sonra yenidən start verildiyini deməyə əsas verir. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, hibrid müharibə üsullarından istifadə edən bu kampaniyada əsas diqqət çəkən məqam onun mərkəzləşdirilmiş formada həyata keçirilməsi, yuxarıların konkret tezislərinə əsaslanmasıdır. Media, sosial media platformaları və Telegram kanalları vasitəsilə aparılan kampaniyada saxta metodlardan geniş istifadə edilir. Azərbaycanın müstəqil xarici siyasət kursunu hədəfə alan materiallar tirajlanır. Deepfake texnologiyası ilə Azərbaycan rəsmilərinin adından saxta açıqlamalar, video çıxışlar hazırlanır. Rusiya daxilində Azərbaycana və azərbaycanlılara qarşı nifrətin yaradılmasına hesablanmış dezinformasiyalar yayılır. Bu kampaniyanın birbaşa yuxarıların, Kremlin, Rusiya Müdafiə Nazirliyinin istiqamətverici tezisləri ilə mərkəzləşdirilmiş şəkildə aparıldığı aydın görünür. Qarayaxma kampaniyasını icra edən resurslar iki kateqoriyaya ayrılır. Rəsmi media, bu Rusiya dövləti tərəfindən birbaşa maliyyələşən resurslardır. Azərbaycanın Rusiya ilə münasibətləri yüksək səviyyədə qiymətləndirməsi, hətta bu ölkədən qaynaqlanan problemlərə rəğmən iki tərəfli əlaqələrin inkişafında maraqlı olması fonunda qarayaxma kampaniyasının davamlı şəkildə həyata keçirilməsi qeyri-adekvat mövqedir və rəsmi Bakı tərəfindən təəssüflə qarşılanır. Prezident İlham Əliyevin 4-cü Qlobal Şuşa Media Forumunda Rusiya ilə münasibətlər haqqında sualı cavablandırarkən səsləndirdiyi fikirlər rəsmi Bakının mövqeyini açıq şəkildə ifadə etdi. Dövlət başçısı bəyan etdi ki, biz Rusiya ilə münasibətlərimizə dəyər veririk və Prezident Putin də daxil olmaqla Rusiya Federasiyası rəsmilərinin ölkələrimiz arasında münasibətlərin çox müsbət dinamikaya malik olması barədə bəyanatlarını da gördük. Xarici İşlər Naziri Ceyhun Bayramov 16 iyulda Rusiyaya səfər edib. Prezident İlham Əliyevin fikirləri və Xarici İşlər Nazirinin səfəri Azərbaycanın Rusiya ilə münasibətlərə verdiyi önəmi təsdiq edir. Bu deməkdir ki, rəsmi Bakı daha öncə baş vermiş problemlərin geridə qaldığını düşünür, gələcəyə baxaraq münasibətlərin inkişafında maraqlıdır. Rusiyada isə Azərbaycanla münasibətlərə dair ikiyüzlü mövqe sərgilənir. Bir tərəfdən rəsmilər müsbət bəyanatlar verir, digər tərəfdən isə informasiya müstəvisində ölkəmizə qarşı hibrid hücumlar təşkil olunur. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.